Avropa İttifaqı və Hindistan 20 illik danışıqlardan sonra azad ticarət sazişini yekunlaşdırıb. Razılaşmaya əsasən sənaye məhsullarının 96% üzrə tariflər ləğv olunur. Hindistan Avropa avtomobillərinə rüsumu 110%-dən 10%-ə endirir. Əvəzində tekstil, dərman və qiymətli daşların Avropaya ixracı asanlaşdırılır. We did it. We delivered the mother of all deals. The world's second and fourth largest economies, two giants who choose partnership in a true win-win fashion. A strong message that cooperation is the best answer to global challenges. Razılaşma 2032-ci ilə qədər ticarətin 2 qat artırılmasını hədəfləyir. Tərəflər kiber təhlükəsizlik, dəniz təhlükəsizliyi üzrə əməkdaşlıqda da razılaşıblar. Bundan başqa, gənc mütəxəssislər və tələbələr üçün gediş-gəlişi asanlaşdıran əmək mobilliyi sazişi də imzalanıb. Razılaşmalar ABŞ və Çindən iqtisadi asılılığı azaltmağı hədəfləyir.